Fövqəladə Hallar Nazirliyinin Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Gədəbər rayonunun Düzyurt kəndində fəaliyyət göstərən fərdi sahibkar Elnur Vahidoğlu İskəndərova məxsus maye qaz doldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb. Belə ki, maye qaz doldurma məntəqəsində istismar olunan bir ədəd tutumun üzərində quraşdırılmış, qoruyucu klapanın və manometrlərin dövrü yoxlanılmasının aparılmadığı, eyni zamanda istismar müddəti bitmiş bir ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyi müəyyən edilib. Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.